nəqli. Və o biriləri də səliyənə var, onlar azlıqdadılar. İndi bu kitab Əllamə Cəfər Murtəza Amilinindir. Bütün ömrünü bu sərf eləyib Peyğəmbərin həyatı haqqında araşdırmalara. Şiənin, sünnünün nə tarixi var oxuyub, nə hədis kitabı var oxuyub, nə məqaləsi var oxuyub. Ki ortaya və bir sənəd kitabıdır. Bir-ikinci cillərdir bu. 10 cilddir kitab. Bu birinci, ikinci cillərdir burada. Bu ancaq burada sənəddir. Sənədləri toplayıb. Deyir ki, həl təzəvvəcə Xədicə bi əhədin qablən nəbi sallallahu aleyhi və aleyhi və səlləm. Xanım Xədicə Peyğəmbərdən əvvəl kiminləsə evlənibmi? Sümmə ənəhu qəd qilə. Belə söz gəzir ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi Peyğəmbər sallallahu aleyhi və aleyhi Ayşədən başqa heç kimlə bakirə halda evlənməyib. Amma Xədicəyə gəldikdə belə deyirlər ki, İnnəha, xanım Xədicə, qəd təzəvvəcət qabləhu sallallahu aleyhi və aleyhi və səlləm bir rəculeyn. Peyğəmbərdən əvvəl xanım Xədicə 2 kişi ilə evlənib. Və ləha minhuma bə'zül ovlad və onlardan da hələ övladları da olub. Və huma, bu 2 kişi, biri Ətiq ibn Abid Əl-Məxzumidir, o birisi də Əbu Halə Ət-Təmimidir. Yəni, bu sözlər deyilir. Bu sözlər yayılıb. Əmma nəhnu nəqul, amma biz deyirik. Biz, mən yox, biz deyirik. Tüm tədqiqatçıların sözünü dilindən danışırıq. İnnəna nəşüqqü fi də'vahum tilkə. Biz sizin bu iddianız barədə şəkk eləyirik. Və nəhtəmilu ciddən ən yəkunə kətirun mimma yuqalu fi hədəl mövzu qəd sənəəthu yədus siyasiyyə. Və görürük ki, bu sözlərin arxasında, bu kəlamları deyənlər harada dedilər, kimin sözündən sonra dedilər, necə oldu dedilər, bu söz araşdırmışıq bunların hamısının arxasında görürük ki, siyasi əl var. Hamısının arxasında siyasi əl var bu sözləri deməkdə. Və innəna la nuridu ən nəshəbə fil kəlam ən ixtilafihim fəhum min ismin Əbu Halə, Huvən Nuaş və s. Biz burada ixtilafda bu ixtilafları araşdırmaq məqsədində deyilik ki, hansının əsl adı nə idi, nə bilim nə idi, bu adam bəs necə oldu, və bunun qəbri hanı, və bunun atası, anası hanı, bu ərlərinin. Bunları araşdırmırıq biz. Bu qaldı bir qıraqda. Bu bir qada. Və la fi kovni hindulləzi vələdəthu Xədicə huvə ibnu həzə zəvc əv zalikə. O cümlədən Xədicənin övladları barədə də hələ girişmirik. Və la nuridu ən nutilə bizalikə və innəma nəqdəfi bitəscilil mülahizəti taliyə. Bu barədə sözləri saxlayırıq. Biz istəyirik ki, bu mövzu ki var, Peyğəmbərdən qabaq ərə gedib ya yox, bunu qısa bir şəkildə sizə çatdıraq. Əvvələn birincisi, Qalə İbn Şəhr Aşub, məşhur tarix ustadlarından sənəd əsəridir bunun əsərləri. İbn Şəhr Aşub deyir, Ruviyə Əhməd Əl-Bəzaziri, Əhməd Bəlaziri də deyib bunu, hamısı məşhur bir nömrəli sənəd kitablarının müəllifləridir. Və Əbul Qasim Kufi də bu sözü deyib, hərəsi öz kitabında fi kitabihima, hərəsi öz əsərlərində. Vəl Murtəza fi Şafi, Murtəza özünün Şafi əsərində bunu deyib. Və Əbu Cəfər Ət-Təlxis kitabında bunu deyib. Nəyi deyib? Ənnən nəbi sallallahu aleyhi və ali təzəvvəcə biha və qanət əzra. Və yüəkkidu zalikə ma zəkərə fi kitab-ı Əl-Ənvar vəl-Bida ənnər Ruqəyyə və Zeynəb qanətə İbnətəy Halə uxtə Xədicə. Xanım Xədicə
Peyğəmbərə ərə gələndə bakirə olub və Ruqəyyə və Zeynəb Xədicənin bacısı Halə adında xanım Xədicənin bacısı olub, onun övladlarıdırlar. Yəni Ruqəyyə ilə Zeynəb. Zeynəb Halənin övladlarıdır. Bu bir. İkincisi və saniyən. Qalə Əbul Qasim Kufi. Əbul Qasim Kufi deyir ki, Ennəl icma minəl xas vəl-am min əhlil ənal və nəqluhul əxbar alə ənəhu ləm yəbqə min əşrafi Qureyş və min sadətihim və zəvun nəcdəti minhum illa mən xətəbə Xədicə və ramə təzavvücuhuma. Bütün tarixçilər bunu nəql eləyiblər ki, burada çox qəşəng incəlik tutub ha. Bütün tarixçilər, yəni hamısız da oxumusunuz. Bu yerin hamı yazır. Bütün tarixçilər nəql eləyiblər ki, Məkkədə və o həmin ərazilərdə bir nüfuzlu, hörmətli adam qalmamışdı ki, xanım Xədicəyə elçilik eləməmiş olsun. Amma xanım Xədicə hamısına rədd cavabı vermişdi. Bu özü aşkar bir dəlildir buna ki, bu aşkar dəlildir ki, xanım Xədicə əvvəl ərdə olmayıb. Bundan başqa, bu da bütün tarixlərdə var ki, xanım Xədicə Peyğəmbərə ərə getməyə razılıq verəndə Qureyşin bütün qadınları ondan küstülər. Üz döndərdilər. Dedilər, sənə bu qədər, indiyə qədər nüfuzlu adamlar elçilik eləyiblər. Biz həsrətindəyik o adamların ki, kaş bizə elçilik eləyəydilər. O cür adamları sən rədd eləmişsən. Bir yetim uşaqdan yapışmışsan, yetim oğlandan, yəni cavandan yavanı istəyirsən. Burada heç bir söz xanım Xədicənin əri barəsində yoxdur. Ki, o xanım Xədicənin o biri ki, ərlər ki, buna deyiblər ha. Ərlərin biri bədəvidir, güya. Bu bədəviyə ərə getmiş olsa, bu danlaq olmazdı ki, bu üçün. Da bu ki, keçib də bunu. Bu boyda nüfuzlu, hörmətli adamlar, adlı sanlı adamlar qala-qala çöl ərəbinə ərə gedib. Da Peyğəmbərə olanda, Peyğəmbərə razılıq verəndə gərək bunu alqışlayaydılar ki, yaxşı, çöl ərəbi nə idi getmişdin? Çöl ərəbi hara, Peyğəmbər hara? Bütün Məkkədə əmin adını qazanmış adam hara? Bunu deyərdilər, amma heç bir tarixdə bu yoxdur. Heç bir tarixdə bu yoxdur. Yəni ki, Peyğəmbəri dəstəkləyən adamlar da kimsə deməyib ki, əşi, bu Peyğəmbəri niyə danlıyorsunuz Peyğəmbərə ərə getməyini? Niyə danlıyorsunuz? Filan əri, məsələn, Ətik, biri azad olunmuş quldur, Ətik. Ətik budur ki, quldur azad ediblər ki, gedək, sən lazımdır, git çöldə gez gəl özü üçün. Biri ki, onu ərə gedib, biri də çöl ərəbinə, ərlərinə bax.